Axşamımız xeyir olsun tədbir iştirakçıları. Çox mükəmməl bir gündə iştirak eləməkdən çox şadam. Sağ olasınız Şamil müəllim. Doğrudan mükəmməl bir məzun görüşüdür. Mən valideynləri təbrik eləyirəm. Siz bu 11 ildə həmişə bu uşaqların yanında olubsunuz. Həm maddi, həm mənəvi olaraq. Sağ olasınız, var olasınız. Mən Şamil müəllim sizi və müəllimlərinizi, sizin kollektivinizi təbrik eləyirəm ki, bu günləri, bax bu məzunları hazırlamışsınız. Doğrudan gələcəkdə bizim mükəmməl bir insanlar olacaq, insanlar hazırlayıbsınız, inanıram mən ona. Bilirsiniz, bir sənətin şərəfliliyi onun məqsədindədir. Müəllimin məqsədi nədir? Şəmil müəllim, sizin məqsədiniz nədir? Sevgi öyrətmək bu uşaqlara. Bu uşaqlara elm öyrətmək, mədəniyyət öyrətmək. Doğrudur. Sizin bu sənətiniz qədər şərəfli sənət elə bu sənətdir. Var olasınız. Sizin elə, siz başda olmaqla bütün müəllimlərinizə təşəkkür eləyirəm ki, belə bir işin sahibisiniz. Mən bütün məzunları təbrik eləyirəm. Var olasınız deyirəm. İnanıram ki, gələcəkdə çox faydalı insanlar olacaqsınız. Vətənimizə, xalqımıza çox yaxşı xidmət eləyəcəksiniz. Bilirsiniz, hər bir nə desək, nə ağlımızdan keçirsək, hər hansı bir məhsulun mütləq xam maddəsi var. Bir cəmiyyətin xam maddəsi nədir? Siz dərsiniz. İnşallah, inanıram ki, o qədər yaxşı yoğurmuşsunuz ki bunları. Bunların gələcəyi mükəmməl olacaq. Mən həmişə Mikail Müşfiqi çox istəmişəm. 100 il bundan qabaq çox yaxşı şeylər yazıb. Onun bir dənə də yaxşı şeiri var. Nə bəxtiyardır şeiri. Mən bilirəm ki, burada çox adam onu əzbər bilər. Amma sonuncu kupletini Şamil müəllim sizə və sizin kollektivinizə demək istəyirəm. Həyatdan doymayan, işdən doymayan, əfsanə sözlərə məhəl qoymayan, könlünü, gözünü verib işinə, baxıb həyatının yüksəlişinə, xalqı ilə titrəyən, xalqı ilə gülən, vətən üçün yaşayan, vətən üçün ölən, səmimi bir insan nə bəxtiyardır. Var olasınız. Təşəkkür eləyirəm. Bir daha təbrik eləyirəm hamınızı.